Ümumilikdə hər il olduğu kimi bu ildə fikrimiz ancaq çempionluqdur. Çempionata çox yaxşı hazırlaşmışıq ümumilikdə komanda olaraq. Hər iki komandaya gələcək oyunlarda da uğurlar arzu edirəm. Bu günləri komanda biraz həqiqətən bu ilki keçən ilə baxanda bu ilki komandalar daha yaxşı hazırlaşır. İllər keçdikcə komandalar ümumiyyətlə çempionatlara daha güclü, daha ciddi hazırlaşırlar. Bugünkü komanda da elə onlardan biri idi. Yaxşı çempionata hazırlıqları görünür. Bizə də birinci hissə biraz çətinlik yaratdılar. Biraz yox, yəni çətinlik yaratdılar komanda olaraq. Amma belə biz də komanda olaraq yaxşı hazırlaşmışıq deyə bizim üçün daha yaxşı alındı oyunumuz. Qələbə qazandıq. Çox şükür ki, hər iki komandaya da gələcək oyunlarda uğurlar arzu edirəm. Oyun ağır keçdi. Rəqibi təbrik edirəm. Həqiqətən də favorit komandalardan, çempionluğa favorit komandalardan biridir. Son banklar çempionundur. Biz də zəifdeydik. Hardasa yəni burada bir yer üçün mübarizə aparırıq. İnşallah ki, play-offa çıxmaq istəyirik və buna da gücümüz çatar. Oyunda böyük hesab oldu. Bu gözlənilən hal deyildi. Amma dediyim kimi rəqib güclüdür. Yaxşıdır, onlar da uğurlar arzulayıram özümüzə də. İnşallah bu səhvlərdən nəticə çıxardıb növbəti mərhələdə bu səhvlərə yol verməyib uçxalı hesabımıza yazdırmaq istəyirik. İnşallah ki, dediyim kimi komandaya inanıram, güvənirəm. Playoff üçün oynayırıq. Playoffda da inşallah növbəti yerlər üçün oynayacaq. Allah'ın üçün indi hələ ki hədəfimiz play-offa çıxmaqdır. Bütün komandaya uğurlar arzulayıram. Öz komandamıza da həvəsdən düşməsinlər. Növbəti oyunlarda tam gücümüzü qoyub inşallah udacağıq. Bütün komandalar üçün ilk oyun təbii ki, həyəcanlı keçir və komandaların oyununa bu təsir göstərir. Milla komandası da birinci oyunda bu həyəcan öz sözünü dedi və bəzi məqamlarda biz komanda olaraq qalib gələ bilmədik. İkinci oyun üzərindən düşünürəm ki, komanda tam şəkildə oynadı. Düzdür, bizim güclü oyuncularımızın bəziləri zədəldir, oyuna iştirak edə bilmədi, amma ümumi götürəndə düşünürəm ki, yaxşı iştirak elədi və layiqli qələbə qazandılar. Rəqib komandaya da uğurlar arzulayıram. Heç bir rəqib zəif deyil. Təbii ki, hər rəqibin güclü tərəfləri var. Bugün bizim şansımız deyərdim gətirdi. Yaxşı oynadıq və qələbə qazandıq. Ümumiyyətcə bu çempionata başlamışdan qabaq yaxşı hazırlıqlar görmüşük. Həftədə demək olar tez-tez məşqlər keçirilir, taktiki olaraq, fiziki olaraq. Yenə də özünüz nəticəni görürsünüz. Və bugünkü oyun barədə nə deyə bilərəm? Sokar komandası çox yaxşı komandadır, yaxşı mübarizə apardı, çox maraqlı oyun oldu. Uşaqlarımızı təbrik edirəm. İnşallah rəqib komandamızda qabaqda oyunları var. İnşallah ki, onlar da qalib gəlsinlər. Hamıya uğurlar.